Qəhrəman Azərbaycan milləti. İran Fars işgal rejimi geçen etirazlarda internet ve bütün irtibat sistemlerine keserek İran adlanan yerin her tarafında çok şiddetli qətlam uyguladı ve özellikle de Azərbaycanda birçok soydaşımızı şəhid edib, yaralayıb ve minlərlə Azərbaycanlı tutuklandı, bugün həbslərdədir. Azərbaycan faalı. Əlbəttə ki, Tehranda, Kərəcdə və İran adlanan yerin başqa yerlərində də öldürülən, özellikle de Tehran, Kərəc, Şəhriyar və bu yerlərdə öldürülən hər bir iki şəxsin birisi Türkdür, Azərbaycanlıdır. Yəni bizim sadəcə Təbrizdə işlətdiyi cinayət deyil, bəlkə Tehranda da uyguladığı cinayət və qətllərin nəticəsində soydaşlarımızı, Azərbaycanlıları qətl etmişdir bu cinayətkar rejim. Xameneyi, cinayətkar Xameneyinin başçılığı ilə. Bugün əlbəttə ki, İsrail və Amerikanın saldırıları nəticəsində ağır bir durumda və həmən Xameneyi ki, biz arzu eləyirik gətirək Təbrizdə mühakimə eləyək, biz cəzalandıraq, bizdən əvvəl başqa xarici qüvvələrin əli ilə cəzalandırıldı və öldürüldü, məhv edildi. Onunla yanaşı bir seri cinayətkar rejim başçıları da tabii ki vurulub, öldürülüb, yox edilib və ya bəziləri qaçmaqdadır. Və bu əlbəttə ki, bu savaş bizim savaşımız deyil. İran Fars işgal rejimi ilə, İran Fars terör rejimi ilə demək İsrailin, Amerikanın savaşıdır. Burada herhangi bir vətəndaşımıza bir zərər, ziyan gəlməsini əsla istəmərik. Azərbaycana fərq eləməz. Kim, herhangi bir qüvvə Azərbaycana bomba atırsa onu məhkum eləyirik, ona qarşıyıq, onunla razılaşmırıq, istəmirik. Orada bizim vətəndaşımız zərər görür. Orada bizim toprağımız, bizim demək Azərbaycanın sənəti ya hər hangi bir fabrikası nə varsa zərər görür. O bunu kimin eləyirsə eləsin, buna baxmadan ona qarşıyıq. Ancaq bu savaş bizim savaşımız deyil. Bu İran işgal rejimi, terör rejimi, İran Fars terör rejimi, Fars rejimi və terör rejimi deyirik. Çünki İslam örtüyünün altında bu Fars faşizminin, İslam örtüyü altında gizlənmiş Fars faşizminin yayımcılıq siyasətinin nəticəsində bölgədə və dünyada törətdiyi terrorların sonucunda tabii ki bugün o terrorların cevabını almaqdadır və bunun nə yazıq ki kötəyini yenə də, xəsarətini yenə də bizim xalqımız verməkdədir. Yəni bugün Azərbaycana hər hangi bir bomba, bir güllə, bir saldırı olursa və orada bir vətəndaşımız yaralanır, şəhid olur, xəsarət alırsa və ya malı, canı, malı zərər çəkirsə, bunun əsas müsəbbibi İran Fars işgal rejimidir. Və bugün o çox vəziyyət, demək, zəif vəziyyətində və bunun kəlləsini, İlanın kəlləsini məhv ediblər və çabalamaqdadır. Təbii ki, ümid edirik ki, bir an əvvəl bu rejim yıxılsın və biz Güney Azərbaycan dövlətini quraraq, öz istiqlal, müstəqil dövlətimizi quraraq öz hüquqlarımızı təmin eləyək, öz demək, şah dövründən başlamış, İslam Cumhuriyetinin vasitəsilə yox edilmiş bütün haqlarımızı təmin eləyək və Azərbaycanın ümumi idarəçiliyini öz müstəqil dövlətimizin və xalqımızın iradəsi ilə bərpa edib və yürüdək. Təbii ki, bu çətin vəziyyətdə nələr etməliyik? Yəni bugün İran mərkəzi hökuməti ağır bir vəziyyətdə və gün-gündən də demək kontrolu itirməkdədir. Beləncə bir vəziyyətdə təbii ki, biz hazır olmalıyıq. Yəni bütün xalqımız hər hangi bir əqidədədir, partiya mənsubdur, deyil. Azərbaycanı sevən hər bir kəs bugün eyni yerdə səhv alıb və İran Fars
rejiminə qarşı İran mərkəzi rejiminə, hər hansı bir mərkəzi rejimi, fəqət bu deyil. Yəni Pəhləvi rejimi də olsa eyni cinayətləri işləyibdi, gəlsə də yenə eyni cinayətləri işləyəcəkdi. Və ya hər hansı bir vəd altında, cumhuri adı altında, demokrasi adı altında olan İran mərkəzi hakimiyyəti hər formasında Azərbaycanı yox eləmək üçündür. Azərbaycanı məhv eləmək üçündür. Ona görə hər hansı bir Azərbaycan mərkəzi hökumətinin təkrardan baş tutmaması üçün biz bu gündən səfərbər olmalıyıq və bütün təşkilatlar və Azərbaycanla bir araya gələrək bu həssas dönəmi müdiriyyət eləməliyik və bu dönəmdən keçməyə hazır olmalıyıq. Hər bir vətəndaşın, fərq eləməz, kim hər hansı bir məsləkdə məqamdadırsa, nə işlə, harada yaşayırsa, asılı olmayaraq, hamısının üzərinə vəzifə düşür. Təbii ki, kaos yaranacaqdır, barbaşo yaranacaqdır, demək, çapqınçılıq və s. hərc-mərc ortaya gəlməsin deyə biz bu gündən məhəllə, küçə və şəhər demək komitələrini təşkil eləyərək, yəni o məhəllədən başlayır. Məhəllənin cavanları, ağsaqqalları yığışır, bir heyət seçirlər, orada oranın əmniyyəti üçün qərar verirlər. O məhəllədən keçir demək şəhərə, yəni məhəllələrin, küçələrin komitələri və ya həstələri ki düzəlir, buna keçir şəhər komitələrini təşkil verirlər. Şəhərdən keçir uçan komitələri və nəhayətdə Azərbaycanın ümumi idarəçilik sisteminin komitələri təmin olunur və bu keçid mərhələsini ələ almağa hazırlıq aparılır. Yəni ki, hər kəs hər hansı məqamda, kimsə deməsin ki, mən bunu eləyə bilmərəm, mən nə eləyə biləcəm. Hamımız, hər kəs hər bir şey eləməyə qadirdir. Hər kəsin bir bəlli qabiliyyətləri vardır.